Salam dostlar, hər vaxtınız xeyirli olsun. Deməli, bugün 2 avqust 2026-cı il. Deməli, aprel ayında 2 çərçivə ilə bölmə etdiyimiz arı ailəsidir. Ana arı, yəni mayalanmamış ana arı ilə bölmə aparmışdıq. Trozik 1075 ana arısı. Daha doğrusu 3 çərçivə ilə, yəni 1 ballı güləmli, 2 sürfəli çərçivə ilə. Deməli, bu arı ailəsi artıq 8 çərçivədədir. Baxın, indi avqust ayıdır, arı genişlənmək istəyir. Baxın, arı hara şan hörüb. Gözəl çəmiz buradadır. Hətta mən bunun başını da nömrələməmişəm. Yəni çatdıra bilmədim. Elə yeri gəlmişkən bunu bir başını da rəngləyim və bunu sizə çatdırım dostlar. Yəni qanadından tuturlar, nömrə rəngləyəndə, ayaqlarından tuturlar. Yəni hərə bir üsuldan istifadə edir. Bax, mən həmişə bu cür tuturam, başını 2 barmağın arasında saxlayıram. Nə tərpənir, nə bir şey, heç bir zədə də almır. Əssalam. Baxın, bu cür də qanadından tutdum. Sakitcə getdi. Əssalam. Yəni bu arı ailəsi heç bir şey, heç bir baxış, heç bir köməklik olmadan, baxın, bu payızı da keçirəcək, qışı da rahatcana keçirəcək. Baxın, gələn yaza da mükəmməl, normal çıxa biləcək qədər burada bal var. Baxmayaraq ki, hələ avqust ayıdır. Deməli, dostlar, burada baxın. Elə bilərsiniz ki, bu arı ailəyi süni şərbətlə, yəni şəkər şərbəti ilə yemləndirilib. Yox. Yəni, təbii ki, bölmə olunandan sonra, ana arı yumurta qoyandan sonra bir neçə dəfə həvəsləndirici yemləmə lazım olub yaz aylarında. Amma bu balı baxsanız, görsəniz, iyul ayının əvvəlindən bizdə ot bitkiləri, tikan, yəni bizdə qaz ayağı tikanı deyirlər, böyük tikan. Yəni baxın, bu cür bal gəlir, rəngi də biraz baxın qaraya çalır. Hətta balı süzəndə, baxın, bu cür rəngi artıq şəffaf deyil, biraz qaradır. Bu çərçivəni də mən şam vərəqi qoymuşdum qıraq tərəfdə. Arılar bunu tam hörüb, mükəmməl və bal ehtiyatlarını tam yığıblar. Burada yumurta qoymağa yer yoxdur. Bura mən bugün genişlənmə verəcəyim bu arı ailəsinə və onu da sizə bir neçə gündən sonra çəkib paylaşaram inşallah. Şam vərəqi avqust ayının ikisidir.
Deməli 2/08 2026 yazdıq. Bu şam vərəqini mən sürfələrin arasına qoyacağım. Yəni yuvanı kəsərəm. Süzülmüş şan daha yaxşı olar. Daha anarı tez yumurta qoyar. Sadəcə mən bir şam vərəqini qoydum. Müşahidə apararıq ki, arılar bunu neçə günə hörür. Çünki baxın, burada kifayət qədər sürfələr vardır ki, burada yeni arılar çıxacaq. Həm də arı sağlamdır. Qarışqa turşusu ilə müalicə aparmışdır və heç bir problemi yoxdur. Bu cür süzülmüş şan da var. Mən bunu da bura qoya bilərəm. Amma baxın, bu şanı bura qoymağın heç bir mənası yoxdur. Çünki bu artıq köhnəlmiş şandır. Buradakı şan ölçülərinə baxsanız, nə qədər daralıb, ölçülər dəyişilib. Ona görə bunu mən vermirəm. Yeni, bu ilki hörülmüş şan olsaydı, süzülmüş, təbii ki, onu vermək daha yaxşı olardı. Amma biz bura şan vərəqi qoyduq. İnşallah ki, bunu bir neçə gündən sonra çəkib sizə paylaşaram. Çərçivədə yaxşı bir çərçivə çıxmadı. Düyünü olub, düyün düşüb. Bunu da yazırıq. Deməli 2 avqust, yəni 08 26. O biraz çərçivəni yer az olduğundan çox qaldırıblar deyə. Bax, burada bir şam vərəqi qoyuram. Ara kəsmə taxtası. Əssalam. Bir neçə gündən sonra görüşənə qədər. Ya Allah. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 5 avqust 2026-cı il. 2 avqust 26-cı ildə 2 ədəd şam vərəqi vermişdik. Sizinlə paylaşdım. İndi baxaq, görək. Baxın, bu ən qıraqda olan şam vərəqi. Mükəmməl örgü gedib. İkincisini də sizə göstərim. Gördüğünüz kimi 3 gün ərzində 2 şam vərəqini arılar toxuyub. Belə. Yəni gördünüz mü dostlar? Arı təkcə yazda şan toxumur. Baxın, indi avqust ayıdır. Sizə sənədli, sübutlu göstərdim. Bir şey də qoy vurğulayım. Qoy inananlar inansın, inanmayan da özü bilsin. Heç bir yemləmə aparmamışam. Bu şam vərəqlərini qoymuşam. Vəssalam, yemləməsiz, falansız. Yəni 2 şam vərəqini
3 gün ərzində arılar toxuyub. Yəni avqust ayın olmağına baxmayaraq, əgər ailə sağlamdırsa, ailənin hər bir şeyi üst-üstə düşübsə, mükəmməldirsə, varroa yoxdursa, bax ailə bu cür işləyəcək. Əssalam.